Salam müəllimlər, bugün biz yeni test bankından birinci bölmənin suallarına baxaq, testlərinə baxaq. Demək, birinci sualda nə deyir? Təhsil alanların vəzifələrini seçin. Biz bilirik ki, təhsil alanların hüquq və vəzifələri var, maddə 22 və hüququn açar sözlərin, vəzifənin açar sözlərini bir daha yadımıza salaq. Seçmək, sərbəst seçmək, təmin olunmaq, təhsil almaq, keyfiyyətli təhsil almaq, müdafiə olunmaq, infrastrukturdan istifadə etmək, məlumat almaq, psixoloji yardım almaq. Bunlar olur hüququn açar sözləri. Vəzifənin açar sözləri nədir? Yerinə yetirmək, əməl etmək, tərbiyə etmək, tədbirlər keçirmək, məsuliyyət daşımaq, riayət etmək, hörmət və ehtiramla yanaşmaq, əməkdaşlıq etmək. Əgər insan faktoru ilə əməkdaşlıqdırsa, biz bunu vəzifə götürürük. Təhsil müəssisəsi ilə əməkdaşlıqdırsa, biz bunu götürürük hüquq. İndi baxaq. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək. Bu şagirdin vəzifəsidir. Yəni, şagird 11 il məktəb oxuyacaq, təhsil alacaq, özü qarşısında məsuliyyətini dərk etməlidir. Mən 11 ildən sonra hansı ixtisasın sahibi olacam? Ailəmə, cəmiyyətə, dövlətə hansı xeyrim dəyəcək? Bu, şagirdin məsuliyyətini dərk etdiyi bir, deməli, vacib olan bir vəzifəsidir ki, şagird bunu bilməlidir. Deməli, biri götürürük. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyallıq nümunəsi göstərmək, təhsil alanların şərəf və liyaqətinə hörmətlə yanaşmaq. Bu, müəllimə aid vəzifədir. İkini çıxırıq. Daha sonra təhsil alanların fiziki və psixi zorakılığın bütün halların formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək. Müəllimin vəzifəsidir, bizə təhsil alanın vəzifəsi lazımdır. Dövlət, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq. Bu, deməli, müəllimin vəzifəsidir. Şagirdləri, deməli, əməkdaşlıq edəcək, deməli, valideynlərlə, şagirdlərlə əməkdaşlıq edəcək. Daha sonra şagird nailiyyəti haqda valideyni məlumatlandıracaq. Müəllimin vəzifəsidir. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Yəni, şagird spirtli içkilərdən, siqaret çəkməkdən və digər lazımsız oyunlardan kənar olmalıdır. Cavab olaraq 1, 4, 6 A variantıdır. 2-yə baxaq. Müəllim valideynlərlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə büruzə vermir, şagirdə büruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə də təsir edir. Müəllim etik davranış prinsiplərdən hansının tələblərini pozmuş olur? Biz bilirik ki, etik davranış qaydaları var. Hansılardır? Yadımıza salaq. Qanunçuluq, qərəzsizlik, ictimai etimad, İnsan hüquq və azadlıqlarına hörmət, vicdanlı davranış, mədəni davranış, loyallıq, bunlar olur etik davranış qaydaları. Əgər müəllim bu etik davranış qaydalarından birini pozarsa, onun işinə deməli 1 il xitam veriləcək və müəllimlik adından azad olunacaq. 1 ildən sonra müəllim yenidən özünü bərpa edə bilər. Ona görə də biz etik davranış qaydalarını bilməliyik və əməl etməliyik. Demək, burada müəllim ünsiyyət zamanı müəyyən bir anlaşılmazlıq yaşanır valideynlə müəllim arasında və bunu şagirdin qiymətləndirilməsində demək, bu öz təsirini göstərir. Demək, burada qərəzsiz yanaşır, yəni qərəzsizlik prinsipini müəllim pozur. Qərəzsizlik prinsipində nə idi? Ayrı seçkilik etmək, fərq qoymaq. Yəni, birindən xoşum gəlmirsə, onun fikrinə də önəmsəmirəm. Yəni, qərəzli yanaşıram. Qərəzsizlik, deməli, etik davranış qaydası müəllim burada pozub. 3-ə baxaq.
Doğru fikri müəyyən edin. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bizə doğru fikir lazımdır. Doğru fikir. Demək, təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bəli, təhsil proqramında, yəni kurikulumda müxtəlif fənlərin ümumi təlim nəticələri yazılır. Ümumi təlim nəticələri nə idi? Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Demək, A variantı ilə doğru cavabdır. Daha sonra fən kurikulumunda standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Bu həmişə belə deyil. Yəni fən kurikulumunda standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Yəni bu doğru fikir deyil. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətinin müəyyənləşdirilməsinə xidmət etməsidir. Summativ qiymətləndirmənin əsas məqsədi şagird fəaliyyətinin müəyyən edilməsidir. Şagird fəaliyyətinin, yəni şagirdin fəaliyyəti qiymətləndirilir. Bu da yanlışdır. Müəllimlər istədikləri şəkildə alt standartlarda dəyişiklik apara bilər. Xeyr, alt standartlarda dəyişiklik aparmaq olar, amma istədikləri şəkildə fikri yanlışdır. Məzmun xətləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Məzmun xətti təlim nəticələrinin ifadə formalarından biridir. Əlbəttə ki, bu yanlışdır. Deməli, məzmun xətti nədir? Məzmun xətti fənin ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən ana xəttidir, leytmotividir, dəyişməz hissəsidir. Yəni, məzmun xətti şagirdlərdə bacarıq formalaşdırır. O bacarığa əsasən müəyyən olunur. Məzmun xətti bir fənin daxilində heç vaxt dəyişmir. Fəndən fənə keçdikdə məzmun xətti dəyişir. Nə üçün? Çünki hər bir fən şagirddə fərqli bacarıqlar formalaşdırır. Burada da deməli, məzmun xətti ümumi təlim nəticələrinin formalarından biri deyil. Məzmun xətti ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən fənin ana xəttidir, leytmotividir, dəyişməz hissəsidir. Burada cavabı A-nı götürürük. Növbəti testə baxaq. Müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır və şagirdlərin maraqlarını nəzərə almır. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Demək, burada doğru fikirlər hansılardır, onlara baxaq. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bəli, burada müəllim dərsi izah eləyir, amma dərsi möhkəmləndirmir. Pedaqoji prinsipin tamlığını pozmuş olur və ancaq müəllim özü danışır dərsdə. Şagirdin maraqlarına uyğun şagirdi dərsə cəlb etmir. Yəni, burada şagird yönümlülük prinsipini pozur. Deməli, biri götürürük. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Yəni, pedaqoji prosesin tamlığını pozur. Pedaqoji prosesin tamlığını yadımıza salaq. Burada 3 əsas açar məqam var ki, hansıdır? Öyrədici, inkişaf etdirici, tərbiyə etdirici olmalıdır. Yəni, müəllim dərsi izah edir, daha sonra izah etdiyi dərsi möhkəmləndirəcək sual-cavab verməklə, test tapşırıqları verməklə və tərbiyə etdirici hissə nədir? Mövzunu həyatla əlaqələndirmədir. Müəllim mədəni davranış etik prinsipinə əməl etmədiyini görürük. Deməli, müəllimin mədəni davranış etik prinsipinə əməl etmədiyini görürük. Yanlışdır. Burada mədəni davranış etik prinsipinə əməl etmədiyi, yəni bu doğru deyil. Mədəni davranış necə idi? Yəni, müəllim nəzakətli olmalıdır. Mədəni sözündə n-nı götürürük. Müəllim nəzakətli olmalıdır. Təmkinli, səbirli olmalıdır. Müəllim ona tutulan iradları qəbul etməli və öz işini yenidən təhlil edib o iradların bir daha yaranmaması üçün işlərində dəyişiklik etməlidir. Və müəllim geyiminə, xarici görkəminə xüsusi fikir verməlidir. Mədəni davranış
etik prinsipi budur. Burada da elə bir situasiyada elə bir fikir yoxdur. Müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Yəni müəllimin vicdanlı davranış etik prinsipinə əməl etmədiyi müəyyənləşdirmək olar. Bəli, doğrudur bu. Vicdanlı davranışda açar sözümüz nə idi? Vicdanlı davranış. Burada c ilə d-nı götürürük, vicdanlı. Yəni cəmiyyətin, dövlətin maraqlarına görə müəllim işini, fəaliyyətini səmərəli və keyfiyyətli qurmalıdır. Şagirdin marağını nəzərə almalıdır. Yəni biliyi öyrətdi, dərs izah etdi, onu möhkəmləndirməlidir. Tərbiyə edici hissəsinə deməli keçməlidir. Yəni həyatla əlaqələndirməlidir. Burada vicdanlı davranış etik prinsipini müəllim pozub. Deməli 1, 3, 4-ə də baxaq. Müəllim keyfiyyətli təhsil vermək hüququndan istifadə etmir. Keyfiyyətli təhsil vermək hüquq deyil, vəzifədir. Müəllimin vəzifəsidir. Yanlışdır. Deməli, cavab oldu 1, 3, B variantı. Hansı fikir doğrudur? Doğru fikri seçirik. Bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsini məzmun xətti təmin edir. Xeyr, summativ qiymətləndirmənin həyata keçirilməsini alt standart, məzmun standartı təmin edir. Bu yanlışdır. Alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Bəli, cavab B variantıdır. Alt standart minimal bir tələbdir, dövlətin tələbidir. Dövlət biz müəllimlər qarşısında belə bir minimal tələb qoyub ki, təhsil alanlara bilik və bacarıq verməliyik. Yəni təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir alt standart. Şagirdlər qarşısına da belə bir minimal tələb qoyub ki, şagirdlər bilik və bacarıqlara yiyələnməlidir. Demək cavab B variantıdır. C-ni də oxuyaq. Dərsin məqsədi keçiriləcək mövzular əsasında müəyyənləşir. Xeyr, dərsin məqsədi alt standartdan çıxarılır. İndi alt standartın özünü təlimin nəticəsi kimi, dərsin məqsədi kimi götürmək olur və təlim məqsədinə əsasən mövzular seçilir. Burada isə əksinə deyir. Ona görə C variantı yanlışdır. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Xeyr, bu yanlışdır. Alt standartın dəyişməsi ona görə baş verir ki, yəni şagird daha çətin, daha mürəkkəb bilgiləri əldə edəcək. Məsələn, alt standartın 4 funksiyası var. Hansılardır? Yadımıza salaq. Alt standartdan məzmun deməli nəticələri çıxarılır. Yəni təlimin məqsədi çıxarılır. Bu bir funksiya. Alt standarta əsasən strategiya müəyyən olur. Yəni hansı iş üsulundan, hansı iş formasından müəllim istifadə edib dərsini təşkil edəcək. Alt standartdan strategiya çıxarılır. Yəni mən bu alt standarta əsasən hansı inteqrasiyanı, deməli inteqrasiyanı reallaşdıracağam. Fəndaxili üfüqi, fəndaxili şaquli, fənlər arası inteqrasiyanı yoxsa fən üstü inteqrasiyanı reallaşdırmağı nəzərdə tutulur. Daha sonra və təlimin davamlı inkişafını təmin edir. Alt standartın 4 funksiyasıdır. Daha sonra müəllim alt standartı şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmiş olur. Xeyr, müəllim alt standartı şagirdlərə təqdim etməklə dərsin məqsədini şagirdlərə deməli çatdıracaq. İndi alt standartdan dərsin məqsədi çıxarılır, amma indi alt standartın özünü də məqsəd kimi, yəni təlim nəticəsi kimi də götürülür. Və bu da yanlışdır, cəlb etmə motivasiyadır. Ona görə də cavab B variantıdır. 6-ya baxaq. Kurikulum ilə bağlı verilənlərdən hansı yanlışdır? Deməli, kurikulumla bağlı verilənlərdən hansı yanlışdır? Təhsil proqramı tərtib edilərkən diqqət edilməli məqamlardan biri şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınmasıdır. Bəli, bu fərdi ehtiyac nəzərə alınırsa, bu şagird yönümlülük prinsipidir. Doğrudur, bizə yanlış lazımdır. Ona görə A-nı götürmürük. Təhsil proqramı dövrün tələbinə uyğun cavab verən yenilikləri məzmununa daxil etməlidir.
Bəli, dövrün tələbinə uyğun yenilikləri məzmuna daxil edirsə, bu tələb yönümlülük prinsipidir. Bu da var, doğrudur, amma bizə yanlış lazımdır. Ona görə beyni götürmürük. Təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsi vacib məqamlardandır. Həyatla sistemli şəkildə əlaqələnmək, yəni kurikulumun inteqrativlik prinsipidir. Orada inteqrasiyanın 3 növü var: fən daxili, fənlər arası, fən üstü inteqrasiya. D variantına baxaq. Təhsil proqramının sabit olması üçün tərtibinə verilən əsas tələblərdəndir. Xeyr, təhsil proqramı, kurikulum sabit deyil. Daim dəyişir, yenilikləri qəbul edir, konseptual sənətdir. Kurikuluma tərif olaraq necə demişdik? Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənət kurikulumdur. Yəni, təhsilin məzmunu dedikdə nə başa düşürük? Şagird nə öyrənəcək? Müəllim şagirdə nəyi öyrədəcək? Təşkili dedikdə nə başa düşürük? Müəllim keçdiyi dərsi hansı iş üsulundan, hansı iş formasından istifadə edərək dərsini təşkil edəcək? Qiymətləndirilməsi, sonda şagird nəyi öyrənəcək? Hansı nailiyyəti əldə edəcək? Qiymətləndirmədə budur. Bu üç məsələni özündə birləşdirən konseptual sənət kurikulumdur. Təhsil proqramının əsas prinsiplərindən nəticə yönümlülükdür. Bəli, nəticə yönümlülük kurikulumun 6 prinsipindən biridir. Açar sözləri əvvəl, son, nəticə. Deməli, nəzərdə tutulan təlim nailiyyətlərinin əvvəlcədən nəticələr formasında müəyyənləşdirilməsidir nəticə yönümlülük prinsipi. Deməli, kurikulumun 6 əsas prinsipi var. Hansı prinsiplərdir? Şagird yönümlülük, şəxsiyyət yönümlülük. Deməli, necə yadımızda saxlayırıq? 2 dənə şığlarla, bir də nitq sözlüylə. Nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük və qiymətləndirmə. Daha sonra 7-yə baxaq. Bir müddətdir ki, şagirdin dərsə davamiyyətində qeyri-stabillik müşahidə edilir. Müəllim bu haqda məlumatlı olsa da heç bir tədbir görmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Bizə doğru fikri seçmək lazımdır. Baxaq. Şagird pedaqoji işçilərə hörmətlə yanaşmaq vəzifəsini müəllim qərəzsizlik etik prinsipini pozur. Xeyr, bu yanlışdır. Burada şagirdin davamiyyəti aşağıdır. Müəllim bunu bilir, amma bir tədbir görmür. Ona görə A-nı atırıq. Şagird üzürsüz səbəblərdən dərsdən yayma hallarına yol verməmək hüququnu pozur. Müəllim ictimai etimad etik prinsipini pozur. Xeyr, burada üzürsüz səbəbdən dərsdən yayılma hallarına yol verməmək hüquq deyil, vəzifədir. O vəzifəni pozur. Bu da yanlışdır. Və ictimai etimad etik prinsipini pozur. Bu yanlışdır. C variantı, şagird dövlət təhsil standartlarına uyğun bilik bacarıqlara yiyələnmək hüququnu pozur. Müəllim loyallıq etik prinsipini pozur. Bu, deməli, dövlət təhsil standartlarına uyğun bilik bacarıqlara yiyələnmək hüquq deyil, şagirdin vəzifəsidir. Müəllim burada loyallıq prinsipini pozmur. Loyallıq prinsipi nə idi? Yəni, kiminsə arxasınca danışmaq, loru dillə desək, kiminsə qeybətini etmək. Yəni, hər hansı bir təhsil müəssisəsinin, onun işçilərinin, rəhbərlərinin və yaxud dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə bağlı tənqidi ictimai mülahisələr, çıxışlar etmək, onların fəaliyyətini qiymətləndirmək, yəni onların fəaliyyətinə qiymət vermək. Bax, bunlar, deməli, bu işlərdən müəllim uzaq olmalıdır, tənqidi fikirlərdən. Yəni, əlbəttə ki, qanunsuz hərəkətləri dilə gətirməli deyil. Əgər qanun çərçivəsindədirsə, bəli, deyə bilər. C variantı da yanlışdır. Şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermək vəzifəsini pozur. Bəli, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermək vəzifəsini pozur. Cavab D variantıdır. Müəllim vicdanlılıq etik prinsipini pozur. Yəni, vicdanlı davranış etik prinsipi var. Müəllim cəmiyyətin, dövlətin maraqları naminə
öz fəaliyyətini səmərəli və keyfiyyətli yerinə yetirməlidir. Şagird dərsdən qalırsa, müəllim buna göz yummalı deyil. Çünki şagirdi dərsə cəlb etmək, o biliklərə yiyələndirmək müəllimin vəzifəsidir. Y variantına baxaq. Şagird cəmiyyət qarşısında məsuliyyətini dərk etmək vəzifəsini pozur, müəllim qanunçuluq etik prinsipinə əməl etmir. Xeyr, bu da yanlışdır. Cəmiyyət qarşısında vəzifəsini, məsuliyyətini dərk etmək deyil, sadəcə dərsdən yayma hallarına yol verib ki, bu da vəzifəsidir, bu vəzifəni pozub. Cavab D variantı. 8-ə baxaq. Sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Müəllim təhsil alanları da fəal vətəndaş mövqeyi formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Xeyr, şagirdlər arasında konflikt var. Müəllim bu konflikti müşahidə edir, görür, amma reaksiya vermir. Burada şagirdlər bir-birinə xəsarət edə bilər. Yəni, onların təhlükəsizliyini müəllim təmin etməlidir. Baxaq görək hansı cavab uyğundur. Deməli, A yanlışdır. B-yə baxaq. Müəllim məktəb rəhbərliyi və psixoloqla əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Müəllim özü bir psixoloqdur, pedaqoqdur. Müəllim ilk olaraq o baş verən münaqişəni görür və onu özü həll etməlidir. İlk olaraq özü həll etməlidir. Əgər bacarmırsa, artıq psixoloqa müraciət edə bilər. Ona görə B variantı da yanlışdır. Müəllim təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Bəli, doğru cavab deməli burada C variantıdır ki, müəllim şagirdlərin təhlükəsizliyini təmin etmir. Müəllim pedaqoji etika və əxlaq normalarına əməl etmək vəzifəsini yerinə yetirmir. Yanlışdır. Müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Bu da yanlışdır. 9-a baxaq. Doğru fikri seçin. Fən kurikulumunda alt standartın dəyişməsi bilik və bacarıqların mürəkkəbləşməsindən asılı deyil. Demək, bizə doğru fikri seçmək lazımdır. Fən kurikulumunda alt standartın dəyişməsi bilik və bacarıqların mürəkkəbləşməsinə asılı deyil. Xeyr, bu yanlışdır. Deməli, sinifdən sinifə keçdikdə alt standart dəyişir. Nə üçün? Daha da mürəkkəb biliklər əldə olunmaq üçün, daha mürəkkəb bilik və bacarıqlar öyrənmək üçün. Bu yanlış fikirdir. Bizə doğru fikir lazımdır. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin hüququdur. Hüququ deyil, vəzifəsidir. Yəni, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək müəllimin vəzifəsidir. Dövlət siyasətində iştirak etmək dedikdə, yəni təhsillə bağlı qanunlar var. Biz onu maddə-maddə öyrənmişik. Hansılardır yadımıza salaq. Maddə 9, maddə 11, maddə 12, maddə 13, maddə 17, maddə 21, 22, 23, 24, maddə 27, maddə 28, maddə 42 təhsilə aid qanunlardır. Yəni, bir müəllim olaraq hər birimiz bu qanunları bilib əməl etmək, elə dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək vəzifəsini yerinə yetirmiş oluruq. Burada hüquq yazılıb, bu da yanlışdır. Tələbyönümlük şagirdin gün ərzindəki dərsləri, müəllimin izahları və dərslikdən istifadə əsasında öyrənməsidir. Xeyr, tələbyönümlük prinsipi dövlətin, cəmiyyətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Tələbat nəyədir? O tələbata uyğun kadrlar yetişdirmək. Yəni, bu da C variantı da yanlışdır. Müəllimlər təhsil qanununda, qanunun tələblərinə uyğun olaraq alt standartlarda dəyişiklik edə bilər. Demək, təhsil qanunun tələblərinə uyğun olaraq alt standartlarda dəyişiklik edə bilər. Bu da yanlışdır. Təhsil qanunun tələblərinə uyğun olaraq. Bunu müəllimlər etmir. Yəni, 5 ildən bir deməli qanunda dəyişiklik olur. Bunu da
yəni Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi tərəfindən bu dəyişiklik aparılır. Y variantına baxaq. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik və bacarıqları formalaşdırmaq üçün vasitədir. Demək, tədris olunan mövzular, bəli, mövzular şagirdlərdə bilik və bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Bəli, doğrudur. Alt standartlar hazır şəkildə, dövlət hazır şəkildə biz müəllimlər qarşısına alt standartı müəyyən edib, alt standartdan təlim məqsədi çıxarılır və təlim məqsədinə, təlimin nəticəsinə əsasən mövzular seçilir ki, bu da şagirddə bilik və bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Alt standarta tərif olaraq necə demişdik? Təhsil alanların bilik, bacarıq səviyyəsinin qoyulan dövlət tələbidir. Biz bunu da mövzuları seçməklə də biz bu bilik və bacarığı formalaşdırırıq. Növbəti testə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyirsə, doğrudan doğrunu götürürük, yanlışdan yanlış. Uyğunsuzluq deyirsə, doğrudan yanlışı götürürük, yanlışdan doğrunu. İndi biz isə burada uyğunluq deyir. Uyğunluğa baxaq. Müəllim, şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz zarafatlardan və vulqar sözlərdən istifadə edir. Mədəni davranış tələbini pozur. Deməli, müəllim vulqar sözlərdən istifadə etməli deyil. Demək, vulqar sözlərdən istifadə etmək, yəni kobud sözlərdən istifadə etməli deyil. Müəllim ədəbi dildə danışmalıdır, müəllim nəzakətli olmalıdır. Bu doğru fikirdir. Yəni, burada mədəni davranış tələbini müəllim pozur. Biri götürürük. Sinifdə ailə daxili problemi olan risk qrupuna daxil şagird oxuyur. Buna görə müəllimin bu uşağa münasibəti mənfidir. İnsanların hüquq və azadlıqlarına hörmət tələbinin pozulmasıdır. Xeyr, bu yanlışdır. Yəni, burada müəllim ayrı seçkilik qoyur. Yəni, risk qrupuna daxil olan şagird oxuyur, ailə daxili problemi olan şagird var. Müəllim bu şagirdi seçir digərindən. Yəni, burada qərəzli yanaşır müəllim. Bu yanlış olduğu üçün 2-ni götürmürük. İndi keçirik yanlışa. Yanlışda yanlış məlumatı götürəcəyik. Sinifdə şagirdlərdən 2 yaş böyük olan şagirdi hər kəs məsxərəyə qoyurdu. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmir. Mədəni davranış tələbinin pozulması. Demək, mədəni davranış tələbinin pozulması. Bu yanlışdır. Yanlışdan yanlışı götürürük. Burada mədəni davranış necə idi? Müəllim nəzakətli olmalıdır. Müəllim təmkinli, səbirli olmalıdır. Geyiminə, xarici görkəminə xüsusi fikir verməlidir. Ədəbi dildə danışmalıdır. Kobud sözlərdən istifadə etməli deyil. Yəni, burada mədəni davranışın açar sözləri bunlardır. Amma burada müəllim deməli 2 yaş böyük olan şagirdi hər kəs məsələyə qoyur. Müəllim bunu görür, amma heç bir reaksiya, heç bir irad bildirmir. Yəni, etinasız yanaşır. 3-ü götürürük. Müəllim məktəblər arası yarışlarda daima öz məktəbini tərifləməklə yanaşı, digər müəllimlərin və şagirdlərin savadsızlığından bəhs edir. Loyallıq tələbini pozmuşdur. Deməli, bəli, müəllim burada öz məktəbini tərifləyir, digər məktəbi isə savadsız deyə adlandırır. Burada loyallıq prinsipini pozur. Bu doğrudur, yanlışda olduğu üçün götürmürük. 1-3 cavab A variantı. 11-ə baxaq. Uyğunluğu tapın. Mədəni davranış, loyallıq, ictimai etimad. Demək, mədəni davranış, etik davranış qaydalarında, yəni mədəni davranışa aid olanlar, loyallığa, ictimai etimada aid olanları biz açar söz kimi bilirik və bu hansı variantdadır, onları qeyd edək. Müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir, öz fikrini şagirdlərə
aşılamağa çalışır. Yəni burada müəllim şagirdlərin marağını, diqqətini nəzərə almır, öz fikrini şagirdlərə aşılamağa çalışır. Yəni burada müəllim ilə mədəni davranışı pozub, nəzakətli olmur. 1-ə A variantı yazıram. Müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir. Bəli, burada da loyallıq prinsipini pozmuş olur müəllim. 2-yə B variantı. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. İctimai etimad. 3-ə də C getdi. Deməli 1A, 2B, 3C. Y variantıdır. Daha sonra 12-yə baxaq. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilinə verilən tələblərin hansını reallaşdırır? Demək, müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bəli, bu debat təşkil edirsə, burada müharibədə nələr baş verir? Yəni, insanlar məhv olur, uşaqlar yetim qalır. Yəni, burada insan hüquqları, demokratiya pozulur. Və burada bir şagirdin şəxsiyyət kimi formalaşması, yəni şəxsiyyət yönümlülük prinsipi, deməli, bax, burada Y variantı da cavab. Demokratiya və insan hüquqlarına hörmət, bir də şəxsiyyət yönümlülük. Dəyərlər aşılanır. Şəxsiyyət yönümlülük prinsipinin açar sözləri hansıları idi? İdrak, ünsiyyət, psixomotor fəaliyyətlər əsasında onlarda həyati bacarıqları inkişaf etdirmək və milli və bəşəri dəyərləri formalaşdırmaq. 13-ə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan, doğrunu, yanlışdan yanlışı götürün. Təhsil verən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallar, təsvirlər paylaşmamalıdır. Bəli, bu doğrudur. Doğrudan biz doğrunu götürürük. Demək, biri götürürük. Daha sonra müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquqlarına və demokratik prinsiplərə əməl etməlidir. İctimai etimad prinsipi. Bu, insana hörmət, yəni insan hüquq və azadlıqlarına hörmət etik davranış qaydasıdır. İctimai etimad prinsipi necə yadımızda saxlayırıq açar söz kimi? Etimad sözündə müəllim adını, nüfuz və ləyaqətini, şərəf və ləyaqətini uca tutmağa borçludur. İctimai etimad. Hər hansı bir etik davranış qaydasını pozubsa, müəllim ictimai etimadını bərpa etməlidir. Yəni, burada 2 yanlışdır, götürmürük. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Bu, loyallıq prinsipidir. Bəli, bu doğrudur. Demək, loyallıq prinsipi doğrudur. Yanlışda olduğu üçün biz bunu götürmürük. Daha sonra 4-ə baxaq. Müəllim təhsil alanlara qarşı xeyirxah və təmkinli olmaqla tənqidi fikirləri qəbul etməklə qərəzsizlik prinsipinin tələblərini pozur. Deməli, xeyirxah və təmkinli olmaqla tənqidi fikirləri qəbul etməklə qərəzsizlik prinsipini pozur. Xeyr, bu yanlışdır. Yanlışdan da yanlışı götürürük. Demək ki, müəllim xeyirxah, təmkinli olmalıdır, tənqidi fikirləri qəbul etməlidir. Bu, mədəni davranış prinsipidir. Qərəzsizlik prinsipinin tələblərini pozur. Demək, burada qərəzsizlik prinsipi deyil bu, mədəni davranış prinsipini pozur. Qərəzsizlik nə idi? Yəni, ayrı-seçkilik qoymaq, fərq qoymaq. Ona görə də cavab olaraq biz 1-i 4-ü götürürük, cavab D variantı. Növbəti suala baxaq, 14-ə. Demək, yanlış fikri müəyyən edin. Bizə yanlış fikir lazımdır.
Rəhbərliyin qanuni göstəricilərinin müəllimlər tərəfindən yerinə yetirilməsi insan məsuliyyətinə səbəb olur. Bəli, doğrudur bu. Əgər rəhbərliyin qanuni göstəricilərini müəllim yerinə yetirmirsə, əlbəttə ki, məsuliyyətə cəlb olunacaq. Yanlış olduğu üçün götürmürük. Doğru olduğu üçün götürmürük. Çünki bizdən yanlış istəyir. Etik davranış qaydalarının pozduğu üçün əmək məcəlləsinə xitam verilmiş müəllim bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Demək, burada bir daha deyir, yəni bu yanlışdır, bizə də yanlış lazımdır. Müəllim etik davranış qaydasının pozduğuna görə 1 il müddətində əmək müqaviləsinə xitam verilir və 1 ildən sonra müəllim yenidən imtahan verərək özünü bərpa edə bilər. C variantına baxaq. Təhsil verən təhsil alanların korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Bəli, doğrudur. Təhsil verən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Bəli, müəllim bir rol modeldir, nümunədir. Müəllimin həyatı, yəni milli əxlaqı və ictimai davranış qaydalarına əməl etməlidir müəllim öz şəxsi həyatında. Bu da doğrudur. Daha sonra təhsil verən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Bəli, doğrudur. Yanlış olaraq B variantını götürdük. 15-ə baxırıq. Uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Xeyr, məzmun xəttinin tərifi deyil bu. Bu, ümumi təlim nəticələrinin tərifidir. Bunu götürmürük, yanlışdır. Məzmun xətti nə idi? Məzmun xətti fənnin şagirddə formalaşdırdığı bacarığı əsasən müəyyən olunurdu. Yəni, məzmun xətti ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən fənnin ana xəttidir, leytmotividir. Məzmun xətti bir fənnin daxilində dəyişmir, yəni məzmun xətti şagirddə fənnin formalaşdırdığı bacarığı əsasən müəyyən olunur. Məzmun standartı şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, doğrudur. Məzmun standartı, alt standart eyni tərifdir. Təhsil alanların bilik, bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. İkini götürürük. Yanlışa baxaq. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Demək, burada təlim nəticələrinin həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Bəli, doğrudur bu. Yanlışda olduğu üçün götürmürük. Məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişə bilir. Xeyr, yanlışdır. Məzmun xətti bir fənnin daxilində heç vaxt dəyişmir. Sinifdən sinifə keçdikcə dəyişən alt standartdır. Yəni, sadədən mürəkkəbə doğru deməli, bilik və bacarıq inkişaf etdirilir şagirddə. 2-4 cavab B variantı. Növbəti, cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu götürürük, yanlışdan yanlışı. Müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyə şagirdlərə tapşırır. Və deməli, milli geyimləri hazırlayarkən deməli, müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyə şagirdə tapşırır. Milli kimliyin dərki və milli iftixar hissinin aşılanması şəxsiyyət yönümlülük prinsipi. İndi biz doğrudan doğrunu götürməliyik. Burada, bəli, biri götürürük, doğrudur. Yəni, burada milli kimliyin dərki, milli iftixar hissi dəyərlərlə bağlı səriştələrdən idi. Yəni, adət-ənənəyə hörmət, milli geyimlərimizə hörmət, mədəniyyətimizə hörmət, gerbə, himnə hörmət, qazilərimizə hörmət, vətənə sevgi. Bax, bunlar deməli, milli kimliyin dərki, milli iftixar hissi
Yəni dəyərlərlə bağlı olan səriştələrdir ki, şagirdlərdə formalaşdırılır. Başqa səriştələrimiz də var. Təfəkkürlə bağlı səriştə, fəaliyyətlə bağlı səriştə, dəyərlərlə bağlı səriştə. Demək, biri götürürük. 2-də müəllim sinifə yeni gəlmiş şagirdləri nəzərə alaraq buzqıran strategiyalarından istifadə edir. Müstəqil öyrənmə, şagird yönümlülük. Demək, buzqıran strategiyasından istifadə edirsə, burada şagirdi sinifə bərpa edir, adaptasiya edir. Bu yanlışdır. Yəni, müstəqil öyrənmə şagird yönümlülük prinsipi deyil. 2-ni götürmürük. Daha sonra yanlışa baxırıq. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırır. Yaradıcılıq şagird yönümlülük prinsipidir. Bəli, burada layihə hazırlamaq varsa, bu yaradıcı təfəkkürü formalaşdırır və hər bir şagird öz marağına uyğun öz marağına uyğun yanaşacaq və layihəni hazırlayacaq. 3 doğrudur, yanlış da olduğu üçün götürmürük. Müəllim şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməsini tapşırır. Demək, əməkdaşlıq şagird yönümlülük prinsipi. Xeyr, bu yanlışdır. Bir neçə mənbədən istifadə etmək prinsipini tapşırırsa, bu artıq demək, informasiya savadlığıdır. Burada şagird yönümlülük və əməkdaşlıq yazılıb yanlışdır. 4-ü götürürük. Deməli, 1-4 cavab A variantı. 17-yə baxaq. Müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələblərin hansını reallaşdırır? Demək, müəllim qrup işi zamanı şagirdlərə qrup işi zamanı qaydalar müəyyənləşdirilir və qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən aparılmasına şərait yaradır, heç bir müdaxilə etmir. İndi bu nəyə uyğundur, hansı tələbə uyğundur onu seçək. Tənqidi təfəkkür, yaradıcılıq, fəaliyyətin stimullaşdırılması. Burada qrup işi varsa, şagirdlər bir-biri ilə ünsiyyət quracaq, əməkdaşlıq edəcək, araşdırma aparacaq, qrup işi. Ona görə tənqidi təfəkkür, yaradıcı təfəkkür, yəni burada yazılıb, əsasən ünsiyyət, əməkdaşlıq formalaşacaq. Yəni 4K bacarıqlarına kritik düşüncə, kreativ düşüncə, kommunikasiya, kooperasiya. Kommunikasiya ünsiyyət bacarıdır, kooperasiya əməkdaşlıq bacarıdır. Qrup işi zamanı bunlar şagirddə formalaşır. A-nı götürmürük. Fəaliyyətin stimullaşdırılması var burada. Fəaliyyətin stimullaşdırılması nə idi? Pedaqoji deməli tələblərdə 9 pedaqoji tələb var. Onlardan biri də fəaliyyətin stimullaşdırılmasıdır. Yəni şagirdə motivasiya vermək, şagirdin fəaliyyətini izləmək, şagirdi gələcəyə yönəlik inkişaf etdirmək, rəy vermək. Bax, bu olur deməli fəaliyyətin stimullaşdırılması. Rəqəmsal savadlıq, əməkdaşlıq, şagird yönümlülük prinsipi. Xeyr, rəqəmsal savadlıqdan buradan söhbət getmir. Daha sonra demokratiya və insan hüquqlarına hörmət, şəxsiyyət yönümlülük prinsipi. Bu da yanlışdır. Ünsiyyət, tənqidi təfəkkür, inkişaf yönümlülük. Burada ünsiyyət, bəli, ünsiyyət var. Tənqidi təfəkkür, inkişaf yönümlülük. Bu uyğun deyil. Əməkdaşlıq, ünsiyyət, şagird yönümlülük prinsipi. Bəli, cavab Y variantıdır. Şagird qrup işi zamanı əməkdaşlıq şagirddə formalaşır. Ünsiyyət bacarığı formalaşır. 21-ci əsr bacarıqlardır bunlar. Və şagird yönümlülük prinsipi formalaşır ki, hər bir şagird özünə məxsus tərzdə deməli iştirak edəcək. 18-ə baxaq. Universitetin yataqxanasına müxtəlif ölkələrdən olan bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayramlara, geyimə
və qidaya münasibəti digərlərindən fərqlənir. Digər tələbələr bu fərqləri anlayışla qarşılayır və onlarla ünsiyyət qurmaqdan məmnun olduğunu açıq şəkildə göstərir. Bu davranış onların hansı səriştəyə malik olduğunu göstərir. Demək, yataqxanada müxtəlif ölkələrdən bir qrup tələbə gəlir və hər ölkənin özünə məxsus adət-ənənəsi var, geyimi var, yəni mətbəxi var. Şagirdlər, tələbələr bunu normal qarşılayır, hörmətlə qarşılayır. Baxaq görək bu hansı səriştəyə uyğundur. Deməli, burada fərqli mədəni, müxtəlif xüsusiyyət və dəyərlərə anlayışla yanaşma bacarığı. Bəli, elə cavab A variantıdır. Burada fərqli mədəni xüsusiyyətlər, yəni müxtəlif xalqların mədəniyyəti var burada. Anlayışla qarşılayır. Bu bir yanaşmadır, bu bir bacarıqdır. Demək, doğru cavab A variantıdır. Birgə fəaliyyət zamanı qarşılıqlı işləmək bacarığı xeyr, yanlışdır. Cəmiyyət qarşısında şəxsi öhdəliklərini dərk etmək, bu şəxsi və sosial məsuliyyətdir, bu da deyil. Öz millətinə mənsubiyyət hissini ön planda tutmaq yanlışdır, situasiyaya uyğun deyil. İctimai proseslərdə fəal mövqe nümayiş etdirmək, bu da şəxsi və sosial məsuliyyət öyrənmək kompetensiyasına uyğundur, ona görə yeni də götürmürük. 19-a baxaq. Sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərs keçməyə yönəldir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Demək, iki nəfər şagird bir nəfər şagirdi incidir. Müəllim də bunu görür, etinasız yanaşır, əhəmiyyət vermir. Hansı uyğundur? Cavablardan doğru cavabı seçək. Ümumi pedaqoji tələblərdən təhsildə bərabər imkanların yaradılması tələbi pozulmuşdur. Xeyr, təhsildə bərabər imkanların yaradılması tələbi. Yəni, hər bir şagirdə bərabər yanaşmalıyıq. Bərabər dedikdə necə? Fərqliliyi, fərdiliyi, müxtəlifliyi nəzərə almalıyıq. Hər bir şagirdin öyrənmə tərzinə görə şagirdə yanaşmalıyıq. Onun intellekt səviyyəsinə görə şagirdə yanaşmalıyıq. Yəni, bu müxtəlifliyi nəzərə alıb, şagird hansı bilik səviyyəsinə malikdir, o bilik səviyyəsindən şagirdi inkişaf etdirməliyik. Burada, deməli, təhsildə bərabər imkanların yaradılması bu yanlışdır, uyğun deyil. Müəllim təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq vəzifəsini yerinə yetirmir, yanlışdır. Müəllim şərəf və liyaqətinə hörmətlə yanaşmaq hüququndan istifadə etmir, aidiyyatı yoxdur. Ümumi pedaqoji tələblərdən fəaliyyətin stimullaşdırılması tələbi pozulmuşdur. Xeyr, iki şagird bir nəfəri incidir, şagird bullyingə məruzdur, müəllim buna etinasız yanaşır. Burada fəaliyyətin stimullaşdırılması tələbini pozmuşdur, yanlışdır. Fəaliyyətin stimullaşdırılması nə deməkdir? Şagirdə gələcəyə yönəlik motivasiya vermək, şagirdi inkişaf etdirmək. Ümumi pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması tələbi pozulmuşdur. Bəli, burada dəstəkləyici mühit yoxdur, sağlam psixoloji mühit yoxdur. Demək, əgər sağlam psixoloji mühit yoxdursa, demək, burada əlbəttə ki, bullying halı baş verəcək. Sağlam psixoloji mühit nədir? Şagirdin qorxmadığı, çəkinmədiyi, özünü sərbəst şəkildə ifadə etmə bacarığı. Yəni, bu sağlam psixoloji mühitdir ki, şagird qorxmadan, çəkinmədən fikrini müəllimə deyəcək. Müəllim təhsil alanı fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır. Vəzifəsini yerinə yetirmir. Bəli, müəllim tək şagirdə bilik bacarıq vermir, həm də şagirdin təhlükəsizliyini təmin edir. Şagirdi hər cür fiziki və psixi zorakılığın bütün hallarından qorumalıdır. Bu müəllimin vəzifəsidir. Cavab 5-6 D variantı.
20-yə baxaq. Hansı variantda uyğunluq pozulmuşdur? Uyğunluq pozulub hansı variantda biz onu götürəcəyik. Demək, müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Qərəzsizlik prinsipi. Bəli, qərəzsizlik prinsipində fərq qoymamaq. Açar sözümüz bu idi. Bu doğrudur. Uyğunluq pozulmayıb. Bunu götürmürük. Bizə uyğunluq pozulub. Bu fikir lazımdır. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vicdanlılıq nümunəsi. Bəli, müəllim vicdanlı davranmalıdır. Cəmiyyətin, dövlətin maraqlarına uyğun öz fəaliyyətini səmərəli, keyfiyyətli yerinə yetirməlidir. Burada qanunçuluq yazılıb, xeyr, bu yanlışdır. Yanlışı da yanlış yazılıb. Buna görə də uyğunluq gözlənilir. Beyni də atıram. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalıdır. İctimai etimad. Bəli, bu ictimai etimad etik davranış qaydasıdır. Etimad sözündə müəllim adını uca tutmalıdır, şərəf və liyaqətini uca tutmalıdır. Hər hansı bir etik davranış qaydasını pozubsa, tez onu bərpa etməlidir və ictimai etimadı doğrultmalıdır. Bu doğrudur, doğruya da doğru yazılıb, uyğunluq gözlənilib. Bunu da atırıq. Müəllim vəzifəsinə aid olmadığı hallarda dövlət qanunlarının, orqanlarının fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Bəli, müəllim tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Müəllim hər hansı bir dövlət orqanının haqda, onun rəhbəri haqda yerli yersiz çıxışlar etməli deyil. Bu loyallıq prinsipidir, doğrudur, amma doğruya yanlış yazılıb, ona görə cavab D variantıdır. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu öz adını uca tutmağa borçludur. İctimai etimaddır, doğrudur. Burada uyğunluq gözlənilir. Cavab D variantı. 21-ə baxaq. Müəllim şagirdinin son zamanlar dərsə gedişməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxartmışdı. Bu halda müəllim etik davranış qaydalarından hansını pozmuş olur? Demək, burada müəllim şagirdin son vaxtlar dərsə gecikməklə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdi. Sonra bunu şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdı. Yəni, o məxfiliyi, o konfidensiallığı pozmuşdu, müzakirəyə çıxarmışdı. İclasda səbəbini demişdi. Demək, burada hansı etik davranış qaydası pozulub? Əlbəttə ki, insanların hüquq və azadlıqlarına hörmət. Yəni, müəllim məxfiliyi, konfidensiallığı qoruyub saxlamalıdır. Onu hər kəsin yanında açıb deməli deyil. Əslində, valideyn iclası necə olmalıdır? Müəllim şagirdlərin hər biri haqda valideynlərə məlumat verəndə, məsələn, valideyn var ki, övladı zəif oxuyur, müəllim onun övladı haqda məlumat verəndə o sıxılır. Bu baxımdan iclas fərdi olmalıdır. Məsələn, necə həkimə gedirik, fərdi olaraq həkim bizə yanaşır, fikirlərini bildirir. Məktəbdə də iclas fərdi olmalıdır. Yəni, valideynlər 1-1, 2-3 dəqiqə belə vaxt sərf etməklə müəllimlə görüşməlidir, övladı haqqında məlumat almalıdır. Yəni, onun övladının haqqında olan məlumatlar iclasda hamı tərəfindən, yəni onu müəllim desin, hamı eşitsin, valideyn orada sınacaq, utanacaq və bir də məktəbə gəlməyəcək, iclaslara gəlməyəcək. O baxımdan burada konfidensiallıq qorunmalıdır. Çox təəssüflər olsun ki, məktəblərdə buna fikir verilmir. Daha sonra 22-yə baxaq. 22-də uyğunluq gözlənilmişdir. Deməli, uyğunluq harda gözlənilib ona baxaq. Təhsil prosesinin
təşkili və idarə olunmasında iştirak etmək. Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək. Təhsil alanın hüququ, şagird yönümlülük. İndi baxaq görək bu doğrudur yoxsa yanlışdır. Deməli, təhsil prosesinin təşkili və idarə olunmasına iştirak etmək təhsil alanın vəzifəsidir, hüququ deyil. Yanlışdır. Şagird yönümlülük prinsipi. Demək, burada şagird yönümlülük prinsipi, yəni yanlışdır. Yəni burada uyğunluq gözlənilmişdir deyək. Bir də baxaq. Demək, təhsil prosesinin təşkil və idarə olunmasında iştirak etmək təhsil alanın hüququdur. Bəli, bu hüquqdur. Təhsil prosesinin təşkil və idarə olunmasında iştirak etmək şagirdin hüququdur. Doğru fikirdir bu, şagird yönümlülük prinsipi. Burada yanlış yazılıb, burada uyğunluq pozulub. Ona görə biri götürmürük. Daha sonra təhsildə yoldaşları ilə əməkdaşlıq etmək, təhsil alanın hüququ, təhsildə bərabər imkanların yaradılması, əməkdaşlıq etmək, yəni insan faktoru ilə əməkdaşlıq varsa, şagirdin şagirdlə əməkdaşlığı, müəllimin şagirdlə əməkdaşlığı, müəllimin valideynlə əməkdaşlığı varsa, bu vəzifədir, hüquq deyil. Doğru yazılıb, yanlışdır, uyğunluq pozulub. Bunu da götürmürük. Şagirdlərdə fəal vətəndaş mövqeyinin formalaşdırılması. Təhsil verənin vəzifəsidir, şəxsiyyət yönümlüdür. Bəli, fəal vətəndaş mövqeyinin formalaşması dəyərlərlə bağlı olan səriştələrdən biridir və şəxsiyyət yönümlülük prinsipinin açar sözləri. İdrak, ünsiyyət, psixomotor fəaliyyətləri əsasında onlarda həyati bacarıqları inkişaf etdirmək və milli və bəşəri dəyərləri formalaşdırmaq. Bu doğrudur, 3-ü götürürük. Təhsil alanları fiziki və psixi zorakılıqdan qorumaq. Təhsil verənin vəzifəsidir, inklüzivlik. Bəli, doğrudur bu da. Yəni, şagirdi hər hansı fiziki və psixi zorakılıqdan qorumaq müəllimin vəzifəsidir. Müəllim ayrı seçkilik qoymalı deyil. Yəni, ayrı seçkilik fərq qoyursa, artıq inklüzivlik deməli, inklüzivliyi pozmuş olur. Burada da cavab doğrudur, 4-ü də götürürük. 3, 4 cavab Y variantı. 23-ə baxaq. Uyğunluq pozulmuşdur. Yox, uyğunluğu müəyyənləşdirin. Şagird yönümlülük, inkişaf yönümlülük, pedaqoji prosesin tamlığı. Biz pedaqoji tələbləri öyrənmişik. 9 pedaqoji tələb var. Hansılardır? Demək, pedaqoji prosesin tamlığı, dəstəkləyici mühitin yaradılması, təhsildə bərabər imkanların yaradılması, fəaliyyətin stimullaşdırılması, şagird yönümlülük, şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, inklüzivlik, məktəb valideyn əlaqələrinin tənzimlənməsi. İndi bizdə 3 dənə verilib, hansı uyğundur, onu seçirik. Demək, şagird yönümlülük. Baxaq. Şagirdlərin təhsil tələbatlarının ödənilməsinə, onların istedadlarının reallaşmasına yönəldilməlidir. Bəli, şagird yönümlülük prinsipində açar sözümüz nə idi? MİQ. Bir də P. Yəni, şagirdin mənafeyini, maraq və tələbatlarının ödənilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, potensial inkişafını təmin etmək. Yəni, bunlar şagird yönümlülük prinsipinin açar sözləridir. Deməli, 1-ə A-nı yazıram. Pedaqoji prosesdə təlim məqsədləri kompleks şəkildə həyata keçirilir. Bəli, təlim məqsədlərinin kompleks şəkildə həyata keçirilməsi pedaqoji prosesin tamlığıdır. Öyrədici olmalıdır, inkişaf etdirici olmalıdır və tərbiyə etdirici olmalıdır. Deməli, 3-ə B yazıram. Daha sonra şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında perspektivi etibar edən tədbirlərin həyata keçirilməsi. Bu da inkişaf yönümlülük prinsipinə aiddir. Yəni, şagirdi biz inkişaf etdiririk, şagirdə səhvlərini deyirik. Məsələn, biz hər hansı bir KSG, BSG keçirilir. Bu səhvləri biz şagirdlərə demiriksə, onları inkişaf etdirmirik.
şagird o səhvi yenə təkrar edəcək. İnkişaf yönümlülük bu deməkdir ki, şagirdin deməli fəaliyyəti təhlil olunur, o apardığımız qiymətləndirmə təhlil olunur, şagirdin səhvi şagirdə bildirilir ki, o səhvi təkrar etməsin. Demək 1A, 2C, 3B. Cavab B variantı. Növbəti sual 24-də. Müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyi hədəf qoyur və lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Demək, bu vəziyyətdə müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansına əməl etmiş olur? Baxaq, görək hansına əməl etmiş olur. Deməli, hədəf qoyur. Esse yazdırmanın strukturunu öyrətməyi hədəf qoyur. Lövhədə 5 fərqli mövzunun adını çəkir. Şagird özü seçim edəcək. Şagirdin marağını müəllim burada nəzərə alıb. Təlim prosesində məqsəd, məzmun və fəaliyyətlərin bir-biri ilə əlaqəli şəkildə qurulması yanlışdır. Bu inteqrativlikdir. Əlaqəli şəkildə qurulma. Bu doğru deyil. Şagirdlərin idrak bacarıqlarının mərhələli şəkildə inkişaf etdirilməsi. Bu da yanlışdır. Bütün şagirdlər üçün eyni şərtlərin təmin olunması, bərabər imkanların yaradılmasıdır. Bu da deyil. Şagirdlərin özlərini rahat və təhlükəsiz hiss etdiklərini mühitin formalaşdırılması, bu dəstəkləyici mühitin yaradılmasıdır. Şagirdlərin maraq, meyl və fərdi seçimlərinin nəzərə alınması. Bəli, müəllim burada 5 dənə mövzu qoyub, 5 fərqli mövzu qoyub. Hər bir şagird özünə uyğun, öz istədiyi mövzuya uyğun esse yazacaq. Müəllim burada şagirdin marağını, meylini nəzərə alıb. Daha sonra 25-ə baxaq. Demək, məktəbdə nüfuzlu müəllim olan Sevinç müəllimə haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir və məktəb rəhbərliyinə müraciət edirlər. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə açıq görüş təşkil edir və şəffaf şəkildə izahatlar verir. Sonda valideynlər onun dürüstlüyünə daha da inanırlar. Bu halda etik davranış qaydalarından hansı prinsip qorunur? Demək, burada hansı prinsip qorunur? Demək, sosial şəbəkələrdə əsassız iddialar yayılır müəllim haqda. Bu, deməli, ictimai etimaddır. Yəni, müəllim adına, müəllim nüfuzuna ləkə gətirəcək işlərə yol verilir. Yəni, bu, ictimai etimad, demək, burada ictimai etimad prinsipi qorunur. Cavab C variantıdır. Qanunçuluğun açar sözləri nə idi? Azərbaycan Respublikasının Konstitusiyasının qaydalarına əməl etmək, Azərbaycan Respublikasının qanunlarının tələblərinə əməl etmək və yaxud beynəlxalq hansı ki, deməli, müqavilə bağlayıb həmin beynəlxalq təşkilatların tələblərinə əməl etmək müəllimin borcudur. İctimai etimad dedikdə, burada etimad sözündə müəllim adını, şərəf və liaqətini uca tutmalıdır. Sosial şəbəkələrdə lazımsız paylaşımlar etməli deyil. Əgər hər hansı bir etik davranış qaydasını pozubsa, müəllim tez bunu bərpa etməlidir, ictimai etimadı doğrultmalıdır. Daha sonra vicdanlı davranışlar, vicdanlı, c-la d-nı açar söz kimi götürürük. Cəmiyyətin, dövlətin maraqlarına uyğun müəllim demək, keyfiyyətli, səmərəli fəaliyyət qurmalıdır. Yəni, işini keyfiyyətli, səmərəli təşkil etməlidir. Loyallıq nədir? Loyallıq, məsələn, başqasının haqqında danışmaq. Loru dildə desək, qeybətini etmək. Yəni, hər hansı dövlət orqanlarının, onların rəhbərləri haqda məlumat, yəni tənqidi ictimai çıxışlar, mülahizələr keçirmək. Yəni, müəllim bunlardan uzaq olmalıdır.
Qərəzsizlik nədir? Qərəzsizlik odur ki, müəllim heç bir fərq qoymalı deyil, ayrı seçkilik qoymalı deyil, onun sağlamlıq imkanı məhdud oldu, olmadı və yaxud onun fiziki, psixi deməli hallarına baxmayaraq şagirdlərə eyni yanaşmalıdır. Qərəzsiz olmalı, qərəzli yanaşmalı deyil. Qısa olaraq məlumat verdik. 26-ya baxaq. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar təqdim edir. Deməli, şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar müəyyən edir. Demək, sinifdə pedaqoji prosesin təşkili zamanı hansı tələbin prinsipi daha çox reallaşdırılmış olur? Əlbəttə ki, burada şagirdin potensialı müəyyənləşdirilirsə, bu şagird yönümlülük prinsipidir ki, burada deməli bu reallaşdırılır. Daha sonra paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırmış və pedaqoji prosesin hansı tələbini reallaşdırmışdır. Burada yəni haqqı var deyir. Yəni hər kəsin idmanla məşğul olma haqqı var. Yəni burada nədir? Demokratiya və insan hüquqlarına hörmət, inklüzivlik. Yəni paralimpiya oyunlarında sağlamlıq imkanı məhdud olan şəxslər iştirak edir. Onların da özünə məxsus qabiliyyətləri var ki, hər bir kəsin demək bu hüquqdan istifadə etmək haqqı var ki, bu da demokratiya və insan hüquqlarına hörmət pedaqoji tələbidir ki, yəni burada da inklüzivlik nəzərə alınır. Daha sonra 28-ə baxaq. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə büruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirməsinə də təsir edir. Müəllim etik davranış prinsiplərindən hansının tələbini pozmuş olur? Bu testi 2 dəfə veriblər. Yəni burada əlbəttə ki, müəllim qərəzli yanaşır şagirdə. Qərəzsizlikdir. Cavab B variantı. Qərəzsizlik prinsipini pozmuş olur. Növbəti testə baxaq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Demək, biz yanlış olanı seçirik. İbtidai təhsil səviyyəsində sərbəst təslim formalarından istifadə olunması mümkündür. Bəli, biz ibtidai təhsil səviyyəsində sərbəst təslim formasından istifadə etmək deməli bu mümkündür. Yəni təhsilin təhsil alma formaları var. Maddə 13. 4 təhsil alma forması var. Hansıdır? Əyani, qiyabi, sərbəst, yəni eksternat, bir də distant, məsafədən. Və ibtidai təhsil səviyyəsini şagird istedadlı şagirddir. Təhsilin vaxtından əvvəl bitirmək istəyir. Yəni eksternat imtahan verərək sərbəst təhsil alma, eksternat təhsil alma formasına istifadə edir. Bu doğrudur, bizə yanlış lazımdır. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili intizam nizamnaməsinə əməl etməlidir. Bəli, doğrudur. Ümumi təhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Bəli, şagirdin hüququdur. Pulsuz psixoloji yardım almaq, pulsuz dərsliklərlə təmin olunmaq, infrastrukturdan istifadə etmək şagirdin hüququdur. Şagirdlər summativ qiymətləndirmənin nəticələrindən narazı qaldığı halda yenidən qiymətləndirməsini tələb edə bilər. Bəli, bu şagirdin hüququdur. Yenidən qiymətləndirməni tələb etmək. Y variantına baxaq. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı və ya olimpiyadada iştirak etməlidir. Xeyr, bu şagirdin hüququdur, vəzifəsi deyil. Şagirdin öz seçimidir. İstəsə edə bilər, istəməsə etməz. Cavab Y variantı. Sonuncu testimizə baxaq. Uyğunluğu müəyyən edin. A standart, məzmun xətti.
Demək, alt standarta tərif olaraq nə demişdik? Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir, minimal tələbdir. Məzmun xətti nədir? Fənnin, deməli, ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən fənnin ana xəttidir, leytmotividir, dəyişməz hissəsidir. A variantına baxırıq. Təlim nəticələrinin reallaşması üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsidir. Bəli, məzmunun əsas hissəsidir. Bu nədir? Məzmun xətti. 2-yə A variantı. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır, yenə məzmun xəttidir. Daha sonra, deməli, təhsil səviyyələri üzrə dəyişməz qalır. Bir də baxaq. Deməli, təhsil səviyyələri üzrə dəyişməz qalır. Yox, burada biz yanlış yazdıq. Demək, bir dəqiqə. Bəli, doğrudur. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Məzmun xəttidir bu. Niyə yanlış olur? Şagirdin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bu alt standartdır, C variantıdır. Daha sonra fənnin əsas istiqamətini məzmununu müəyyənləşdirən ana xətti, məzmun xəttidir, ana xətt, leytmotiv, dəyişməz, əsas hissə. Bunlar məzmun xəttinin açar sözləridir. Deməli, D variantını yazırıq məzmun xəttinə. Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Bu da alt standart, məzmun standartı. Buna da Y variantını yazırıq. Deməli, 1 C, Y, 2 A, B, D. 1 C, Y, 2 A, B, D. Deməli, A variantı. Testlərin izahı bu qədər, əziz müəllimlər. Çox vaxt itkisidir. Yəni, biz bu video izahları etmək üçün əmək sərf edirik. Siz də əməyə hörmət olaraq abunə olun, öz dəyərli fikirlərinizi yazın. Paylaşın ki, ehtiyacı olan faydalansın. Sağ olun, növbəti dərslərdə görüşənədək.